iPhone 5s 2013-cü ilin sentyabr ayında təqdim olundu və çox qısa zamanda satışa çıxdı. Bu telefon Apple'ın müvəffəqiyyətli modellərindən biridir, amma artıq istehsalı dayandırılıb və satışda yoxdur. Lakin texnologiya tarixində önəmli yer tutub. Telefonun qalınlığı 7,6 mm-dir, bu da istifadəçiyə rahat tutuş imkanı yaradı. Çəkisi 112 qramdır və olduqca yüngüldür. Telefonun qan hissəsi yüksək keyfiyyətli Corning Gorilla Glass şüşəsi ilə qorunur. Arxa və yan hissələr isə alüminiumdan hazırlanıb. Bu materiallar telefonun həm möhkəmliyini, həm də estetik görünüşünü artırır. Ekran 4 düymlü və IPS LCD texnologiyası ilə hazırlanıb. Təxminən 226 ppi piksel sıxlığı sayəsində görüntü həm parlaq, həm də kəskin və detallıdır. Ekranın üzərində həmçinin aleofobik örtük mövcuddur ki, bu da barmaq izlərinin azalmasına kömək edir və ekranı daha təmiz saxlayır. iPhone 5s-in əməliyyat sistemi olaraq iOS 7 ilə satışa çıxıb, lakin Apple onu iOS 12.5.6-ya qədər yeniləməyə imkan verib. Bu cihazın proqram təminatı baxımından da kifayət qədər uzun ömürlü olduğunu göstərir. Apple'ın A7 prosesoru 28 nanometrlik qabaqcıl texnologiya ilə hazırlanaraq telefonun sürətini və iş qabiliyyətini maksimuma çatdırır. Bu prosesor 2 nüvəli və 1.3 GHz sürətində çalışır. CPU-nun quruluşu Arion V8-dir və bu da enerji səmərəliliyi ilə performans arasında balans yaradır. Qrafik kartı PowerVR G6430-dur ki, 4 nüvəli və yüksək keyfiyyətli qrafiklər təqdim edir. Yaddaş variantlarına gəlincə, telefon 16, 32 və 64 GB daxili yaddaş seçimləri ilə təklif olunurdu, lakin yaddaş kartı əlavə etmək imkanı yoxdur. RAM yaddaşı isə 1 GB-dır ki, bu da o dövr üçün yaxşı performans demək idi. Kamera sistemində əsas arxa kamera 8 megapiksel, 29 mm standart lens və 1,5 mikron ölçülü sensorla təchiz olunub. Avtofokus funksiyası ilə dəqiq görüntü çəkməyə imkan verir. Bu kamera 2 rəngli LED flash ilə təchiz olunub ki, az işıqda daha təbii rənglər və yaxşı görüntü keyfiyyəti təmin edir. Kamera HDR rejimini dəstəkləyir və video çəkilişləri 1080p Full HD keyfiyyətdə 30 fps sürətlə həyata keçirilir. Yavaş hərəkət çəkilişi isə 700p də saniyədə 120 görüntü ilə mümkündür. Ön kamera 1,2 megapiksel həcmindədir və 720p keyfiyyətdə video çəkə bilir. Selfie çəkilişlər və video zənglər üçün kifayət qədər keyfiyyətlidir. Ön kamera HDR rejimini dəstəkləyir, lakin üz tanıma funksiyası yoxdur. Səs keyfiyyəti də iPhone 5s-in güclü tərəflərindəndir. Telefonun dinamikləri səsləri aydın və təmiz verir. Üstəlik 3,5 mm standart qulaqçıq girişinə malikdir. Yəni geniş çeşiddə qulaqçıq və səs cihazları ilə uyğundur. Telefon həmçinin 16 bit, yəni 44,1 kHz səviyyəsində yüksək keyfiyyətli audio təmin edir. Əlaqə imkanlarına gəldikdə, iPhone 5s Wi-Fi 802.11 standartlarını dəstəkləyir və dual band rejimində işləyir. Bluetooth versiyası 4-dür və A2 profili ilə simsiz audio götürülməsini dəstəkləyir. GPS və GLONASS sistemləri mövqeyin dəqiq müəyyən edilməsini təmin edir. NFC texnologiyası və radio yoxdur. Cihazda Lightning portu var və USB 2 sürəti ilə kompüterə qoşulmaq mümkündür. iPhone 5s-də ilk dəfə təqdim olunan Touch ID barmaq izi sensoru telefonun ön hissəsində yerləşir və cihazın qorunmasında inqilabi yenilik olunmuşdu. Həmçinin cihazda akselerometr, giroskop, yaxınlıq sensoru və kompas da var. Enerji baxımından iPhone 5s-də 1560 amper tutumlu litium polimer batareya yerləşir və istifadəçi tərəfindən dəyişdirilməsi mümkün deyil. Bu batareya 3G şəbəkəsində təxminən 10 saat danışıq vaxtı və 250 saat gözləmə müddəti təqdim edir. Batareyanın ümumi dözümlülük reytingi 54 saatdır. Cihaz Space Gray, ağ silver və qızılı rənglərdə təqdim olunub. iPhone 5s təqdim olunduğu vaxt təxminən 330 avro qiymətində idi. Ümumi olaraq bu telefon müasir smartfonların əsas xüsusiyyətlərini təqdim edən, amma həm də kompakt və rahat istifadə edilən cihaz idi. iPhone 5s texnoloji inkişafın ritminə tam uyğunlaşa bilməyərək, müasir sosial şəbəkə tətbiqlərinin bütün imkanlarını istifadəçisinə təqdim etməkdə çətinlik çəkir. Xüsusilə WhatsApp dəstəyi 5 may 2025-ci ildən etibarən bu modeldə dayandırılıb. Buna görə də bu tətbiqdən istifadə etmək mümkün deyil. Digər sosial media proqramları da bəzi yenilikləri dəstəkləməyə bilər və yeni funksiyalar iPhone 5s-də işləməyə bilər. Buna baxmayaraq, iPhone 5s sadə zənglər, mesajlaşma və yüngül internet istifadəsi üçün hələ də yetərlidir. Gündəlik işlərdə çox ağır proqramlar və ya müasir oyunlar üçün əlverişli olmasa da, sadə və əsas istifadə üçün öz yerini qoruyur. Bu cihaz illərin sınağından çıxmış sadə və etibarlı performans ilə istifadəçilərin yaddaşında xüsusi yer tutan bir klassikadır. Əgər bu nostalji səfər xoşunuza gəlsə, videonu bəyənməyi unutmayın və texnologiya ilə bağlı daha maraqlı məzmunlar üçün kanala abunə olun. Fikirlərinizi isə şərhlərdə yaza bilərsiniz. Hələlik.